Beni Qoşma mərkəzdə salamlayıram buradan. Demək, qısaca deyim, bu günlərim sizinlə bərabər son keçirilən imtahanlarda bizə bir neçə sual formasında düşən həm saat məsələsinin, həm fiqurların fırlanması, daha sonrasında şifrələr mövzusu və bir də fiqurun fırladılaraq güzgüsünün verilərək tapılması olan hissəyə baxacağıq. Ümumiyyətlə, bugün 4 dənə mövzumuz var. İndi istəyirəm, bu dərs biraz uzun ola bilər və çalışacağım ki, konkret olaraq nələrə toxunmalısınız, nə etməlisiniz, onları sizə başlayalım. Birincisi, istəyirəm fiqurun bucaqlarının tapılması ilə bağlı olan izahla tanış edeyim sizi. Son keçirilən imtahanda da mart ayında bizə qəbula düşən suallardan biri də sırf dərəcənin tapılması ilə bağlı idi. Əvvəla qeyd edeyim ki, saat məsələsində bir qayda var. Onu bilsəniz, sizin üçün çox rahat ola bilər. Orada bir sıxıntı olmaz. Söhbət nədən gedir? Birincisi dostlar, saat əqrəbi, bir təsəvvür yaransın sizdə ki, saat əqrəbi nədir? Niyə orada 90 dərəcədir, niyə burada 20 məsələn 6 dərəcədir? Böyük əqrəb də deyirlər, kiçik əqrəb. Söhbəti var dostlar. Bu dəqiqə əqrəbidir, bu saat əqrəbidir. Böyük əqrəb. Saat əqrəbi bir bir tam dövr 60 dəqiqədir. Yəni 60 dəqiqəyə saat əqrəbi 360 dərəcə hərəkət edir. 1 dəqiqəyə onun sürəti 6 dərəcədir. Yəni saat əqrəbinin, ya da saat əqrəbinin, dəqiqə əqrəbinin 1 dəqiqəyə olan sürəti 6 dərəcədir. O saat əqrəbində isə saat əqrəbi bir dənə saatda 12 dənə saat olur. 12 saata 360 dərəcədir. Bəs 1 saata nə qədər gedir? 30 dərəcə. Bu saat əqrəbinin 1 saata getdiyi yoldur. Amma saat əqrəbinin 1 saatım 60 dəqiqədir. Əgər bu 60 dəqiqə 30 dərəcə gedirsə, 1 dəqiqəyə də hərəkət edir 6 dərəcə. 0,5 dərəcə daha doğrusu. Bu hissəni bilməyiniz o qədər vacib deyil, amma vacibdir nə ilə bağlı? Birazdan ona toxunacağım deyə. Yəni bir dənə bunu yadda saxlayın. Dəqiqə əqrəbi 1 dəqiqə 6 dərəcədir. Saat əqrəbi 1 dəqiqəyə 0,5. Yəni görürsünüz, dəqiqə saatdan nədir? Sürətlidir. Bunu nə üçün bilməliyik? Düstur var dostlar, onu başa düşmək üçün. Birinci düstur nədir? Verilən misalda saat və dəqiqə əqrəbi arasında olan bucağın tapılması düsturu 11 dəqiqə çıxılsın 60 saat modulda böl 2. Adı üstündə dəqiqəni dostlar aparıb dəqiqəni qoyuruq. Saatın yerinə də aparıb saatı qoyuruq. Məsələ nədir amma? Niyə saatı qoyanda diqqət eləməliyəm? Məsələn, özümdən yazıram, heç testlərə baxmayın. Yazmışam saat 08, məsələn 20-dir. Heç nə, 8-i aparıb saatın, 20-ni aparıb dəqiqənin yerinə qoyuram. 11 vurulsun 20, çıx 60 vur 8, böl 2 moduldur. Yəni bu hava temperaturu deyil, burada mənfi dərəcə alınmır bu arada. Burada alınır 220, 480-dən 220 çıxanda qalır 260 böl 2, o da bərabərdir 130 dərəcə. İndi müəllim, əgər bu sual belədirsə, bəs yaxşı, mən bunu nə etməliyəm, nə etməliyəm deyə sual yaransa, gəlirəm bura, verilən sualların içərisində. Mənim ilk işim nədir? 22 yazmayıb. Bu 22 dostlar verilən saat. Əgər 12-dən böyükdürsə, onu 12-dən çıxıram. Və bu arada bu gördüyünüz düstur şablon düsturdur. Bu 11-də 60-da düsturu kəşf edən vaxtında alır. Yəni, ola bilər ki, məsələn, maraqlı gəlir ki, 15 hardan gəldi, 11 hardan gəldi. Məsələ odur. İndi baxıram dostlar. Aha. Demək, indi baxıram bura. Yazı və 22. 22-ni yazmıram bura sağda. O həmin 22-dən çıxıram 12-ni, qalır o. Yəni 22 axşam saat neçə deməkdir? Yəni 11-ə qalır. 11-ə qalır saat 10 deməkdir. İndi gətirirəm misalın bu hissəsində bərabərdir yazıram. 10 vurulsun 11. Üzr istəmir. 22 vurulsun 11. Mən də 11 yazmışam. Dəqiqanı. 22 vurulsun 11. Çıxılsın. 60 vur 10. Böl 2. Burada qalır 378. 358 böl 2. O dedi 179. Doğrudan ne? Müəllim, birdən misalın bu hissəsində. İndi siz oraya yazmışsınız, dəqiqə tutalım, dərəcə və s. Mən bir daha düsturu buradan yazıram. İstənilən bir misala aiddir bu. 11 dəqiqə çıxılsın 60 saat modulda. Böl 2.
İndi yazır məsələn 19:44. Mən bayaq dedim 19 yazmırıq. 19-dan çıxıram 12-ni, qalır 7. Bu da 44. Götürüm yazım 11 vur 44. Çıx 7 vur 60. Modulda böl 2. İndi bu eləyir bizdə 64 bölünsün 2. O da bərabərdir 32. İndi cavabda 32 yoxdursa mən onu qorxmuram ha bu arada. Niyə qorxmursan ki? Çünki bütöv bir çevrəm 360 dərəcədir. Yəni sizin tapdığınız dərəcə tutalım. Bax budur. Bu kiçik olan hissə. Tutalım. 32. Yerdə nə qalıbsa, aldığın cavab əgər variantda yoxsa 360-dan onu çıxa bilərsən. 32-ni çıxaram. Qalar 328. Yəni cavabda 32 də ola bilər. 328 də. Həminki prosesdir. Bu bunun düsturla bağlı olan izahıdır. Bunun əlavə bir şərhə və yaxud da ki, əlavə bir izaha ehtiyacı yoxdur. Bəs yaxşı, birdən bu misalı belə tapmaq yox. Başqa nə cür sürətli format tapa bilərəm desəz? Məsələn, verilən saatda belə bir şey yazılır. Verilən bucaqlara malik olan variantları seçin. Eyni. Bunu tapmanın iki qaydası var. Birinci qayda nədir? Bayaq sizin öyrəndiyiniz. 11 dəqiqə çıxılsın 60 saat modulda böl 2. Yəni bir apar saatı dəqiqəni qoy yerinə tap. Və yaxud da ki, bizdə belə bir qayda var. Bunu əksəriyyət bilir onsuz da. Və hətta bu dərsdə orada uşaqların əksəriyyəti yazır. 12, 24 və 36. Bu qaydanı təqrib olaraq 4 il bundan əvvəl mən tətbiq eləməyə başlamışdım. Bu, belə deyək də, açıq sual formasında düşən sual tiplərinə aiddir, ümumiyyətlə dərəcə ilə bağlı olan sual. Bu 12, 24, 36 nə deməkdir? Verilən misalda, bax, ikinci və dördüncü variantlarda saatları bir-birləşdirsən, 9-un üstə gəlirəm, 2 neçə eləyir? 11. Dəqiqəlarda bir-birləşdirirəm, 35-dən 25. O da eləyir, yəni 60 dəqiqə, o da neçə eləyir? 1 saat. Toplayanda ikisini bir yerdə saat cəmi 12 eləməlidir. Ya 24 ya da 36. Yəni 12, biri varsa kifayət. O birisləri yazmağa ehtiyac yoxdur. İndi buradan yenə belə bir sual çıxır. Bu sual nədir? Bəs yaxşı, indi sən əgər bunu belə yazmısansa və yazmaq istəyirsənsə, 8-ci misalda mən nə edə bilərəm? Desəniz, 8-ci misalda dostlar var uyğun olaraq. 2 dənə misalda bir-birinə oxşur. Bax 1 ilə 5. Niyə 1 ilə 5? Saatları bir toplayıram 23. Dəqiqələri də bir toplayıram 1. Bərabərdir 24. Ola bilər ki, məsələn, qaranlıq qala bilər. Fikirləşə bilər ki, müəllim, mən bunu tam aydın başa düşmürəm. Nəsə mənim üçün xoş deyil, onda düsturu yadda saxlamalısan. 11 dəqiqə çıx 60 saat modulda bölük. İndi keçirəm sizinlə bərabər son dönəmlər bizdə qəbullarda düşən və ən son həm mart ayındakı qəbulda, həm aprel ayının qəbulunda, bundan əvvəlki dövlət qulluğunun qəbullarında düşən. Mən bu suallar qəbula düşməmişdən bir neçə il bundan əvvəl belə izah eləmişdim, hətta 2024-dən bəri. Düzdür, bu sual necə həll edilir, neyniyir deyəndə, əksəriyyətiniz tanışsınız, bəziləriniz isə nə var ki burada deyib və bəziləriniz isə yox, çox çətin deyə düşünə bilərsiniz. Burada dostlar güzgü söhbəti olduğuna görə güzgü bir şeyin tərsidir. Yəni mənə verilən buradakı saatdakı bütün hər şeyi nədir bizdə? Güzgü olduğuna görə indi gəlirəm misalımda. Mənim ilkişim nədir? Bura yazıram 12. Normalda saatda yazılmalı deyil. 1, 2. Həmən normal olmayandan yazıram. Bura yazıram 12, 11, 10. Tərsinə yazıram. Çünki güzgüdədir. Bura eləyir 9. Sol tərəfdə 11, 1, 2, 3. Əvvəla kiçik bir xatırlatma verim. Bu hər xətt arasında olan, yəni 12-dən 1-ə 5 dəqiqədir bu şikalların arası. Məsələn 12 ilə 1 5 dəqiqə, 1 ilə 2 5-dən 10 arası. İndi məsələ nədir? İndi saat neçədir ki, müəllim? Mən saat neçə götür deyə sual yaransa. İndi gəlirəm misalımın bu hissəsində. Diqqət edirəm nəyə? Bax, siz fikir versəniz misalın bu hissəsində. Əvvəla yazdığı üçün mənə yazıb 12:21. Saat indi neçədir? Birinci onu tapıram. Saat 10 ilə 11-in arasında, yəni ona 11-ə işləyib deməkdir. 11-ə işləyib nə? 11-ə işləmə nə demək? Saat 10,
Bu tərəfdən də baxanda bu arada hal-hazırda yazıb 2 ilə 3-ün arasında. 2 ilə 3-ün arasında olmaq o deməkdir ki, mən 10-dan 15-liyəm. Amma 10 neçədəyəm, bax onu bilmirəm. İndi mən sizə belə bir çıqqılı kömək eləyim. Verilən misalda. Bu 10, buna nə götürüm? Götür dostlar. 2-yə daha yaxındır. Yəni ya bu 11-dir, ya 12-dir. Çünki 13 olsa düz ortada olardı. 14 olsa buna yaxın olardı. Ya 11-dir, ya 12. İndi yaxşı, mən 11 mi götürüm, 12 mi? Əslində görürsünüz, buradakı dəqiqə təkdir. Cavabların hamısı da təkdir. Bu təkin üstünə nə gələndə cavab tək alına bilər? Ancaq cüt. Demək bu neçədir? 10, 12. Niyə orada 10-12 götürdünüz? Bəlkə 10-11-dir desəz. İndi o hissəyə toxunacağım əlbəttə ki. Niyə götürə bilməzsin? Məsələn, heç bilmirəm 10-12-də. Ehtimal edirəm. Deyirəm, əşi qoy olsun 10-11. Yazdım bura 10-11. Mən də getməliyəm 12-21-də. Məsələn, neçə saat burada vaxtımız qalır? Bunda adam var bilmir də saatı nətər tapırlar. 12 saat, 10, mən bunu saat 12:00 eləsəm, 1 saat 49 dəqiqə buradadır. Üstənə gələrəm. 21 dəqiqə bunu. Bərabərdir 130. Cavabda 130 var? Yox. Onda cavabda yaxşı müəllim 130 yoxdursa, mən neyniyim? Gəldim bura. Demək bu 12-11 deyil, 10-11 deyil. Onda mən nə götürüm? Bunu 12. 21-ə geçsəm. Bax yenə deyirəm. Buradan bura dostlar qalır məndə 1 saat. Üstə gələk 48 dəqiqə. Bu da 21'dir bu arada. Üstə də gələk 21. 129 kifayət. Və olar mən bunu 13 götürüm. Niyə 13 götürüm ki? 13 də götürsən cavabdan alacaq 128. O da yoxdur axı. 14 də götürə bilməzsən. Fikir versiniz dəqiqələrin hamısı bir-birindən nədir məsələn? Fərqlidir. İlk dəfə bu testlə tanış olanda tələbələrin böyük əksəriyyəti demək olar ki, bunu anlamır. Amma gəlin biz növbəti bir neçə misal deyək, anlamağımızdan ötəri. Gəlirəm bura. Bax ilk işim mənim nədir? Götürürəm dostlar 12. Yenə yazıram 11, 10, 9, 8, dəftər 1, 2, 3, 4 və 5. İndi gördüyünüz bu misalda, dəyərli dostlar, hamısının arasında həmişə 2 dəqiqə vaxt olur bu arada. Yəni misallarda. Heç vaxt 1 dəqiqə ola bilməz. Niyə ola bilmir? Çünki bu konkret bir misal deyil. Belə də ola bilər, belə də ola bilər. İndi baxıram misalımda, ağlıma gələcək ilk şey mənim üçün nədir? Saat 10-a işləyib, yəni 9. 4 ilə 5-in arasında da özə baxın ortadadır. Necə götürə bilərəm bunu? Müəllim, ya bu 21-dir, ya 22-dir, ya 23-dür, ya da 24-dür. İndi sən də fikirləşsən də, bax 20 bəyək 17 dostlar. Görürsünüz variantların hamısı nədir? Cütədədir. Doğrudan variantlar cütdür ki. Demək mən buradakı dərəcəni nə götürürüm? Yəni dəqiqanı. Bu təkdir. Təkin üstünə gəlsəm cüt eləyər. Tək. Nəsə bu mənə elə bir 24 oxşayır. 24 deyil. 23'tü dostlar. 9-23. İndi 11-17'də sən evdən çıxırsan. Dediyim kimi, əslində bu dəqiqanın tapılmasını öyrətmək müəllimlərin işi deyil. Məsələn, oturum neçə dəqiqadır? Bu əslində bizə məktəb vaxtı, məktəbə getməmişdən əvvəl də valideynlərimiz bizə öyrədir. Bağçada öyrədirlər, saat dəqiqanı nətər tapırsan, neçə dəqiqə qalıb. İndi mən köməklik olsun deyə deyirəm. İstəsəz bunu məsələn mən belə eləyərdim. 11:00-a qədər yaxınlaşdırıram. Yəni 9 il. Buradan eləyir 1 saat. Üstə gələk. 37 dəqiqə burada qalır. Plus 17 dəqiqə də buradır. Elədir 114. Doğrudan Müəllim, olar mən bunu belə eləyim. 11-23 eləyim. İndi sualda yaranır. O eləyir 2 saat. Yəni 120 dəqiqə. Amma bundan da çıxım. 23-dən də 17-yə çıxanda 6 dəqiqə qalır. Çıxım 6-nı, qalsın 114. Əslində o sizin özünüzün edəcəyiniz bir şeydir. Bizim üçün orada bir sıxıntı yoxdur. İndi mən istəyirəm sizə bir misal verim sərbəst şəkildə yazmağınız üçün. Dəyərli dostlar. Hah, görək nə var burada? Bax deyib buyurun. 14-cü sual. Yazın. İndi mən videonu dayandıram hal-hazırda. Siz də bunu yazandan sonra. Birazdan başlayıram izah eləməyə. İndi baxın görək bunun həlli nədir? Bax bir daha yazıram 12.
11. Burada yazıram. 1, 2, 3, 4, 5. Mən ola bilər sual verə bilərsiniz. Sən niyə bunu belə oturub axıra qədər yazmırsan ki? Tam belə quruq formasında. Mənə ehtiyac deyil. Yaxşı, indi misal tutalım bura qədər gəlmişəm. Və verilən hissədə 4 ilə 5-in arasında saat 12 işləyib. 11. Görürsüz variantların hamısı cütdür. İndi görürsüz 4 ilə 5-in arasındadır. 20 ilə 25-in arasında bir vaxt götürməliyəm. Görürsüz 25-ə yaxındır. Mən də dedim, bura 36-dırsa, cüt ədəd götür. Yəni görürsən variantlar cütdür. Mən fikirləşə bilərsin, əslində ya 23 ya 24 ola bilər də, o ikisinin arasındadır. Amma mən 24 götürdüm. Niyə? Daha yaxındır dedim. Bir də 13:36. Hə, gəldim bura. Buradan bura 2 saat. Bir də buradan bura 12 dəqiqə. O deyir 132 dəqiqə. Yazmaq olarmı evdə? Mən düşünürəm ki, hə. Qəbula düşsə bir də yaza bilərəmmi? Məncə hə. Bəs yaxşı, əgər bunu belə eləməsəydim, nə qarardım? Keçirəm digər sual tipinə. Deyib aşağıdakı misalda özünüz üçün tapa bilərsiniz. Düzdür, indi video hissəsini saxlayıb baxa bilərsiniz bu aşağıdakı misala. Mən amma keçirəm digər misala. Bu Atalim müəllimin qolundakı xarab saat. Heç bu sual çoxdandır qəbula düşmür. Xarab saatla bağlı kiçik bir məlumat verirəm sizə, dəyərli dostlarım. Mənim ilk işim, baxıram burada. Birinci qaydam mənim nədir? Bax, yazı və xarab saat. Bunu dostlar görsəniz, normalda bu tip saatdə həmişə real saat soruşur deyə. Mən real saat tapmağınızı tövsiyə edirəm sizə. Real saatla bağlı verilən suallarda ilk olaraq ağlınıza gələcək şey dəqiqəsi 12-yə tam bölünəni götürə bilərsiniz. Yəni cavab 17:36-dır. Amma bunun düsturu da var. Təbii ki, y üstə gələk 6a bərabərdir 5,5 dəqiqə. Bu gördüyünüz düsturun da müəllifi mənə bu sualla bağlı qəbula düşən əksər sualların da izahını mən vermişəm. Və yəni, bu artıq köhnə bir misaldır deyə. Çoxdandır qəbulda rastımıza çıxmır. Çıxa bilərmi? Allahın işidir. Çıxanda da başqa bir forması çıxmışdı. İndi onunla sizi tanış edəcəm. Yəni bu suala belə ötəri formada baxa bilərsiniz. Dəqiqə hissəsi dostlar 12-yə tam bölünənləri variant olaraq götürə bilərsiniz. Biz görürsünüz 34 bölünmür, 37 bölünmür, 35 bölünmür, 28 bölünmür. Heç bu sual normalda heç çoxdan tələbələri izah eləmirik biz. Xarab saat olsun deyə. Ona heç ehtiyac da qalmır. İndi keçirəm digər bir sual tipinə. Hal-hazırda. Bax, yazıbdır ki, elektron saatla bağlı. Hə. Ola biləndə də əziz dostlar, bu arada burada bir maraqlı bir sual var. Deyir, ola bilər variantdakı bütün sualların hamısı 12-yə bölünsün. 12-yə bölünər, bəli. Onun tapmanın qaydası var, amma hal-hazırdakı bu dərsin o teması deyil. Onu tapmanın ayrı bir qaydası. Mən o düsturu çıxarış verərkən bu arada qeyd edeyim. Mən ona düz 25 yarım saata yaxın bir çıxarış vermişəm. İsbat teoremi ilə ki, teoremlə ki, yəni ki, bu nətər olur, niyə belə çıxır, niyə 0,5-dir, 5,5 hardan alınır? Hələ ki, sizə ehtiyac deyil. Sizə ehtiyac ola biləcək suallardan biri 27-dir. Bu gördüyünüz sual dostlar, Xarici İşlər Nazirinin qəbuluna düşüb, yüksəliş müsabiqəsinin qəbuluna düşüb. Bəs yaxşı, sən bunu eləyəndə nətər eləyəsən, deyə sual yaransa. Birinci dostlar, bax, elə bir təsəvvür edeyim, başa salıram sizə, elə bir saat 11 deyim. Mənim elə bir saatim var, saat 11-ə qədər düz işləyir. Və sonra hər saat başlayıb 20 dəqiqə geriyə qalmağa. Yəni, məsələn, normalda realda saat 11 yox, 12 olanda, mənim bu real saatdır. Mənim xarab saatımda da saat 11-ə qədər düz işləsə də, növbət səhv olub məndə saat 11, məsələn 40. Niyə 11:40? Çünki 20 dəqiqə yatır. Məsələn, bu gedib saat 13 olanda məndəki növbəti saat olur 12:20. Bunu belə tapmağın mənası varmı? Mən deyərdim, yox. Siz belə də eləyə bilərsiniz. Bir-bir gedərsiniz, sonra nağarmaq, neynəmək. Amma belə yox. Gəlin biz belə eləyək. Birincisi, qayda eynidir, yol eynidir, məğz eynidir. Yazı və 11:00. Başlayıram, 19:00 bitib. Birinci həmin 19-dan. Çıxıram 11-i. Bərabərdir 8 saat. Bunu çevirirəm dəqiqəyə. 480 dəqiqə demək. Aha.
İndi bunu yazdım. Daha sonra nə var? Verilən sizə 480-ni yazdınsa, indi baxıram misalımda mənim üçün. Var, deyir, hər sonrakı saatda 20 dəqiqə geri qalıb. Ümumiyyətlə 1 saatı 60 dəqiqədir və bu 60 dəqiqənin geri qalıb 20 dəqiqəsini hər saatda işləyib 40 dəqiqə. Mənə lazımdır bax bu işləyən dəqiqə. İşləyən dəqiqə nə üçün lazım deyə sual verə bilərsən. Yəni bu demək 40 dəqiqə işləyə 480 dəqiqə gedib. Bu həmin 480-i mənə o yatan dəqiqə lazım deyil. Bölürəm 40-a, alınır 12. Sən demə əslində bu 8 saat xaraba ola gedibdirsə, realda neçə saat gedib? 12 saat. İndi bu başladığım saat var ya 11. Həmin 11-in üstünə gəlirəm 12-ni. Bir də onun üstünə gəlirəm. Burada yazır 3 saat bundan əvvəl tam dayanıb. Üstünə gəlirəm bir də o 3. Bərabərdir 26. Cavabda 26 yoxdur. Nə var? 02 00. Hə, nə maraqlıdır bu sual. Bəli, elədir ki var. Biraz çətin görsənə bilər ilk baxışdan. Sizə biraz qeyri-adi gələ bilər. Gəlin növbəti bir sualın üzərində işləyək ki, ən azından sizin də ağlınızda bu sual qalsın. Məsələn, 28-ci sualı işləyə bilərsiniz. Demək dostlar, baxıram bax bu hissəyə. Mənim ilk işim nədir? Deyir, elektron saat günortaya qədər tam işləyir. Saat 10-a qədər. Mən dedim dostlar, son saatla başlanğıc saat. Mənə lazımdır onlar. Bu ikisinin arasındakı fərqi tapıram. Bərabərdir 9 saat. Bunu çevirirəm dəqiqəyə. Dəqiqə bura qədər amma eləyə bilir. 540. İndi yazırıq hər 15 dəqiqə geri qalıb. Mənə geri qaldığı yox. Nə lazımdır? Yəni 15 dəqiqə geriyə qalırsa, demək bu saat nə edib? 45 dəqiqə işləyib. O həmin 540-ı bölürəm 45-i. Bərabərdir 12 dəfə. Demək əslində saat xarab ola 9 saat gedibdirsə, normalda işləyiş neçə saat getməlidir? 12 saat. Okey. İndi sən bunu burada yazsan, həll elədin. Baxıram bu hissədə və verilən misal olaraq ilk işim mənim nədir? Gəlirəm burada həmin o 12-nin başladığım saatla toplayıram. 12 üstə gələyəm. Bir də əgər burada yazıb 1 saat bundan əvvəl tam dayanıbdır. Üstünə də o həmin biri gəlirəm bərabərdir 23. Bu da B bənd. Nə gözəl. Çox sağ olun. Keçirik dostlar növbəti bir suala. Bu arada tip olaraq təbii ki. Hə. Növbəti bir sual nədir dostlar? Bu sağ tərəfdə gördüyünüz sualda. O birisi dərəcə ilə bağlı biraz uzun. Aha, demək bax hal-hazırda gördüyünüz 34-dür, 35-dir, 36-dır. İndi bu sualların üzərinə baxacağıq. Hamınız tanıyırsınız. Bu 34-cü misal ilk dəfə qəbula düşən sualdır. 2025-ci ilin mart ayında. Demək bu misalda yazı və 23:51-dən sonra rəqəmlərdən istifadə etməklə neçə dəqiqə sonra ancaq bu rəqəmlərdən istifadə edə bilərsiniz bu arada. Bəs bunu nətər eləyim? Nağarım? Necə yazım? Hı. Verilən misalda bax 23:51 yazıb. Bunun rəqəmlərini dəyişirəm dostlar. 12, 35. Birbaşa yazıram. Niyə birbaşa yazıram? Niyə burada siz belirləyirsiniz? Yazı və 23, 12. Baxıram misalın bu hissəsində. Bunu siz belə də eləyə bilərsiniz dostlar. Məsələn, adam var fikirləşir. Mən bura yaza bilərəm 21 məsələn 35 və yaxud da ki 21:53. Yaza bilərəm bura 23:15. Yaza bilərsə yazmanı. Məsələ bunun saat əqrəbi istiqamətində getməkdir. Saat əqrəbinin əksinə yox. İndi 12:35 yazmayıb. Hə. Mən baxdım bu hissəyə. Gəlirəm burada. Bunlar məsələn 23:51-ə sanki 23:15 daha yaxın. Əslində yaxın görsənmir dostlar. Mən geriyə gedə bilmərəm. İrəliyə getməliyəm. Buna irəlidə ən yaxın olan 12:35-dir. Bunun da dəqiqəsini tapmanın yolu. Mən bunu 0-0 eləyib 9 dəqiqə buradan. Üstündən də gəlirəm. 12 saat, yəni 12/60, bir də ki 35 dəqiqə. Eləyir 764 dəqiqə.
Ha, yox, yaman qəribə misal deyil bu. Valla qəribəliyi zadı yoxdur. Məsələn, 35-ci sualı yazıb. 14:52. Aha, yazıb. Demək, bax, məsələn, bu misalda ancaq bu rəqəmlərdən istifadə edə bilərsə, barədə deyim. Məsələn, 14-dən sonra nə gələ bilər ən yaxın? Ya 12 gələ bilər, ya da 15. Axı 12-ni götürə bilmərəm, geriyə gedirəm. 15, sonra nə düzəldim? Hansı rəqəmlər qaldı? 2 ilə 4. Ya 24, ya da 42. Mənə də 24 lazımdır. 8 dəqiqə burada. Aha. 24-ə də gedənə qədər. 24 dəqiqədə oradan. 24 üstə gəlir 8 bərabərdə 32. Aa, nə asad sual deyil bu. Bəs bu 17-21 yazıb, məsələn bura. Aşağıdakı sualda da. Aha. Mən neyə bilərəm misalla bağlı desəz. Məsələn dostlar, bu 21 necə götürə bilərsiniz? Məsələn, deyə bilərsiniz ki, 21 17. Ən rahatı budur. Ən tezi. Olmaz müəllim bura yazım 17. Bax bir daha deyirəm. 17 12 yazım bura. Yox dostlar 17 12 elə bir sutka getdin qabağa gəldin az qalsın çatırsan. Geriyə getmək yox, irəliyə getmək lazım. Ya, bu deyilir dostlar. 17 21-dən 21 17-yə geçsəniz, bu bizim üçün eləyir 17. Bunu belə də eləyə bilərsiniz. 21 21 eləyərəm. Bilərəm ki, bu 4 saatdır. Yəni 240 dəqiqə. O 240 dəqiqədən də çıxaram. Axı sən bunu 21 21 eləmisən. 17 olmalı. 4 dəqiqəni çıxsam qalır 236. Maraqlı sual tipiymiş. Bu yazmaq olarmış sən demə. İndi keç edirəm dostlar, digərisi ya bu arada. Demək bu misalların içərisində dəyərli dostlar. Tək bu yox. Bu saatın başqa bir tipi də var. Bunlar əslində rahat idi. Bir də bu soldakı saat məsələsi var. Gördüyünüz 31-dir, 30-dur, 32-ci sualdır. Bunu iki dəfə fərqli-fərqli saat məsələsi izah eləmişəm. Onun içərisində izah eləmişəm deyə bunu eləməyəcəm. Niyə? Çünki normalda belə bir statistik aparmışam özüm üçün. Tələbələrin 95%-i bu misalın həllini anlamır. Düsturunu belə anlamır. Niyə anlamır? Çünki belə deyək, misal biraz çox şey olanda tələbələr, mən bunu öz asan yolun, dəqiqə necə rahat yolla addım-addım getmək qaydasını da, düstur tətbiq eləməyi də öyrədirəm. Amma təəssüf olsun ki, mən 95% tələbə bunu anlamır. Deyim, o yəni bunu izah eləmişəm ha 2 dəfə. Fərqli-fərqli versiyalarda. O testi atacağam baxmağınız üçün. Sadəcə olaraq bunu aşağıda link yerləşdirəcəm və sizə orada baxıb mənimsəməyiniz gələndə sizə verəcəyim sınaqların içərisində bu sual olacaq. Bu sualın da geniş formatda izah eləyəcəm. Bir də bu sağ tərəfdə gördüyünüz elektron saat var. Bu da şablon bir testdir. Bunu da yenə test üzərində bir neçə dəqiqəlik bir xatırlatma eləyim. Siz bəlkə də məktəb vaxtı bunu əksəriyyətiniz eləmisiniz. Bəlkə də eləməmisiniz. Yadınıza gəlirsə Tumurcuq qəzetində bu kimi oyunlar vardı. Mən bəlkə də belə olmasa da bu kimi xatırlayıram. Burada dostlar segment nədir onu deyim. Segment birincisi bax bu gördüyünüz hissələr hamısı segmentdir. Bir. Deyir burada indi hansısa iki dənədən toplayıb nə salasın və 10 dənə segment yanmır. Yəni 10 dənə segment bu deməkdir. Məsələn, 3-ü tutalım buradan yanmır. Məsələn, ikisi buradan yanmır. Cəmi 10 dənə eləməlidir. Nə 11 eləyə bilməz, nə 9. İndi bilirəm. Sizdə belə bir sual yaranacaq. Həmin sual nədir? Müəllim, indi mən bunu necə edim? Bu misal verəndə dostlar, özü belə bir hissəni verəcəksiniz üçün. Yəni 0 nədir, 1 nədir? Mən avtomatik olaraq buradan. Birinci misalda olmayanlar isə sizə daha çox kömək eləyə bilər. Olmayanlar nədir? Bu gözün hamısının ortasında xətt var. Sən bilirsən ki, burada nə 0 ola bilməz, nə 1 ola bilməz bunların heç birisi, nə də 7. Ah, doğrudan e. Demək 0, 1, 7 deyil, xeyr. Bəs onda nə yaza bilərəm? Dostlar, bir ən kiçikləri yoxlayın, bir də ən böyükləri. Niyə ən kiçik və ən böyükləri? Məsələn, 9. 9-u bax görsünüz, bu hissəsi açıqdır. Ona görə bura yazıla bilməz 9. Bura da yazıla bilməz. 9 ancaq yazsam bura yazıram. 9 ilə də toplaya biləcəyim ən kiçik ədəd nə qalıb? 2. 9-un üstünə 2 gəlsəm, almalıyam 11. Dostlar, mən burada onda 2 dənə xan almalıyam. Yəni ki, verilən misalda mən o 9-u artıq istifadə edə bilmərəm. Niyə? Çünki 9 ilə nəyisə toplasam, özündən böyük ədəd alınır. Demək 9 da deyil. Bəs yaxşı. Onda mən bu misala yetsəm əgər.
verilən hissədə. Başqa nəyə baxım? İndi misalımda məndə görürəm ki, burada dostlar, başqa nəyə yaza bilmərəm? Fikirləşirəm. Bax, 8-i almağın yolu bir 5-dən 3-ü toplamaqda məsələn. 3-ü mən gördüyünüz kimi dostlar, bura yaza bilmərəm. 3-ü bura yaza bilmərəm. Mən 3-lə hansı ədədləri toplaya bilərəm? Bir 2-ni toplaya bilərəm, toplasam. Yəni bura ancaq 2 ola bilər. 2-ni toplasam alınlar 5. Axı bura 5 eləmir. Onda bu 2 deyil. Bura 4 də yaza bilmərəm. Bura 5, bura bir də qalıb 6. 6 da yazsam əgər, bura eləyir 9. 9 da yox. Ona görə heç üst istifadə oluna bilməz. Dedim ki, mən sizi səki başa salmağa çalışıram ki, bax, niyə bunlar olmaz? Birbaşa qiymət də qoyub yaza bilərəm. Yox, 4 üstə gələ 2 bərabərdir 6. Hə, müəllim, belə bilirəm. Yəni, olmazlarıma sallamsan, yəni niyə misala belə yanaşmazdı? Gətir variant qoyaq, hə. Vəbşi müəllim, olar mən bura 5 deyim. Ara, deyə bu hissi. Bu hissə 5 deyə bilərsən, hə. 5-dən nəyi toplaya bilərsən? Heç nə. Nə qalıb ki, bura yaza biləcək? 2. 7-ni silmirsən axı, 7 ola bilməz. Hə, bitdi artıq, heç nə yox. Ona görə ya bu 2, 4, 6 ya da ki 2, 6, 8. Gəlin 2, 6, 8-i yoxlayaq. Şimdi niyə o deyil, onu başı salın. 2, üstə gələk 6. Bu deyir 8. Burada 4 segment, burada 4 segment, burada da 5. Elə də 13 dənə. Bu düz deyil əslində. Görsən 2 ilə 6 toplayın. Bax, məndə 10 dənə verir. Hə, onda səhv deyil bu. Hə. Nə qaldı ki bura? Bu 4-dür dostlar. Dediyim kimi mən bu dediyim qaydanı eləməyə məcbur deyilsiniz. Siz 4, üstə gələk 2, alınır 6. Fikir verin. 3'ü burada. 3 segment burada. 4 segment de burada. Belə də 10 da. Misal ödədir. Bilirəm, ilk baxışdan sizə çətin gələ bilər. Məsələn, bu dəqiqə hal-hazırda sizlərin əksəriyyətiniz bu misal edərkən düşünürsünüz, öz fərqli versiyalarınız var. Bunu mən başqa nətər eləyə bilərəm. Bunun nə var ki yazmağa? O sizə elə gəlir nə var ki, dostlar. Məsələn, deyib, bunun bəzən belə vurması, toplaması da olur. Məsələn, deyib, 5-ci sualı eləyə bilərsiniz özünüz üçün. Nə barədə özünüz üçün deyirəm. İndi videonu dayandırıb yaza bilərsiniz. Bu rahat idi bu arada. Elə çətin deyil. Bunu oyun kimi yazmaq olar. İndi keçirəm nəyə? Digər bir mövzuya. Fiqurların fırlanması. Maraqlıdır. Bəli. Keçən dərs bununla bağlı ən çox sual verilən suallardan biri də budur. Ümumiyyətlə, imtahanda da sual verilən sual budur. Tələbələr tərəfindən də ən çox sual verilən sual budur. Bəs yaxşı. Onda verilən misalda burada bu neyniyib, nə iş yazıb, nə etmək istəyir? Birinci dostlar, qalın xətti vəziyyət, qırıq xətti və qalın xətti vəziyyətdən fiquru qırıq xətti vəziyyətə aparırıq. Bunu tapmağın ən gözəl qaydası və ən gözəl yol nədir? Təbii ki, söhbət hamınızdan gedir. Bununla bağlı qısa bir yol deyim. Yəni sizlər də anlamış olasınız. Birinci qayda mən misalda hansının tərəfi daha çoxsa söhbət yəni eyni tərəfli fiqurdan gedir. Eyni tərəfli fiqur nədir? Demək bu 8 tərəfi var, bunun 6 tərəfi var, bunun 4 tərəfi eynidir, bunun 2 tərəfi eynidir. Bunda amma eyni tərəflər yoxdur. 8 tərəf olmaq o deməkdir ki, yəni fiqurun bir dişindən o birisi dişinə, o həmin 360-ı bölürsüz 8-ə, alınır 45 dərəcə. Yəni bu bir dişindən digər dişinə yerini maksimum dəyişə bilər 45 dərəcə. Biraz yaxınlaşdırım, hə. Əgər bir dişindən digər dişinə 45-dirsə, bəs müəllim, onda bu neçə dərəcə gedib? Mesela belə deyim, 45 gedə bilər, amma 45 getmir heç vaxt. Yəni bu dişindən bura 45-dirsə, fikir verin, bu bura gəlib çatmır heç 45-ə. Niyə çatmır? Çünki bu qırıq xətt o demək. Üst-üstə oturmağa məcbur deyil dostlar bu arada. Aşağı yuxarı söhbəti var. Ona görə verilən misalda gəldiniz bura, birinci fiqurun hərəkəti məsələn 50-40 dərəcə. Və sözünüz 45 deyib niyə 40 yazdı? Çünki səbəb maksimum tam olmur. Məsələn bu 6 dişli fiqur deyil, 360-ı bölərəm 6-ya. Alınır 60. Yəni bunun bir dişindən digər dişinə 60-dır. Qalın xəttdən qalın xəttə. Amma qırıq xətt görsən qalın xəttə çatmayıb. Neçədir məsələn? 4-cü fiqur 50 dərəcə. Amma o birisindən nədir? Böyükdür.
Əlavə olaraq bu dərsin rekordu var dostum. Narahat olmayın da bunu birazdan YouTube üzərindən də paylaşacağım ki, hər biriniz faydalana biləsiniz. Sonra burada var üçüncü fiqur. Üçüncü fiqur niyə dörd tərəf deyirəm? Axı sizdə sual yenə 8 tərəf yox. Bu dördü bir tərəfdir. Bu dörddə bir tərəf. Bunun bir dişindən digər dişinə hərəkəti. O 360 demək, böl 4-ə. 90 eləyir. Amma fikir ver, qalın xəttdən buradan, məsələn, və ya da ki, buradan bura gəlməyə 90-dır. Amma görürsən 90-a çatmır. Və bu neçə dərəcədir? Fikir versəm, deyib, burasında var. Bu birislərdən böyükdür onu bilirəm ki. Üçüncü məsələ eləsin 70 dərəcə. Hə, maraqlıdır. Və müəllim, digər ikisini nətər tapırıq? Birinci dostlar, bu da, bax, fikir verirsiniz, bunu əyirməklə baxa bilərsiniz. Nətər, bax, xətt çəkirəm, hər tərəfdən indi deyək ki, xətt çəkirəm. Bu birisinə də çəkib, bir-birini kəsişdirirəm. Bax, qırmızı xətti aparıram, göy xəttə. Baxın, kör bucaq alınır. Müəllim, niyə geriyə getmirik ki, geriyə gedən? Axı, geriyə gedən mənəm. Mənim məqsədim bunu saat əqrəb istiqamətində fırladıb misal almaqdır. Hə, demək onda əgər bu belədirsə, okey. Baxıram misalın bu hissəsində və ilk olaraq edəcəyim şey nədir? Birinci qayda tapıram burada. İkinci figurum da hərəkət edir mənim üçün. Görsən kör bucaq 130. Niyə bu rəqəmləri belə təxmini yazırsınız? Bütöv şəkildə yazmaq olmazmı? Bəlkə bu 100, 150 dərəcədir. İndi məsələn budur ki, mən bilirəm ki, bu 2 artıq obsadan böyükdür. İndi bir də qaldı 5-ci sual. Ya 5-ci sual dostlar göz qərar tapmalısan. Nətər? Görsən bunun belə bir xətt çək, bax. Ağzı sola baxır. İndi niyə deyirəm? Burada fərqli bir tərəf tapırsan artıq. Fərqli tərəf nədir? Bax bu ikisinin arasındakı görsən bunu fərqləndirə bilərəm. Məsələn, belə bir düz xətt çəkirəm. İndi mənim əlimdə şərait var da. Ox çıxartdım. Görsən təpə tərəfindən. Həmin prosesi qalın xəttdən deyirəm. Deyib, bax burada da baxın. Düz xəttimi çəkirəm və oxumu çıxardırım. İndi qırmızını fırlayım. Saat əqrəb istiqamətində. Oxdan oxa gedirsən. 180 tamamladı. 180 keçdi. Beşinci fiqur 230 dərəcə. Bu dilində böyükdən kiçiyə düz. 1, 4, 3, 2 və 5. İlk dəfə baxanda, ilk dəfə bu testi həll eləyəndə, bəli, adama biraz qəribə gələ bilər. Bəs yaxşı, adama qəribə gəlirsə, mən bunu başqa necə tapa bilərəm? Məsələn, gəlin, sizin beyin və olan biliklərinizi gücləndirməkdən ötəri. Məsələn, bu sualı verin. Həm beyninizdə möhkəmlənsin. Həm bir özünüz baxın görə nə deyərsiniz. Yazsa da adam yavaş-yavaş yazır. Demək sizə. Bu misalla bağlı belə bir situasiyaya toxundum. Dedim, hansının dişi çoxsa çox fırlanır? Bu neçə dişi var? 8. Bu neçə dişi var? 6. Bunun 3, bunda 4. Niyə o birisinə baxmırsan? Çünki o birisi fərqli fiqurdur. Burada 8-din. Demək birinci gələcək 1, sonra gəlir 2, sonra gəlir 4, sonra gəlir 3. Bəs 5-i necə təyin edeyim? Bax, məsələ burada 5-dədir. 5 dostlar, bax, mərkəz nöqtəsini çəkirsən. Ox çıxartdım. Bu tərəfdə dəmir prosesi elədim. Baxın. Oxunu da birini buradan çıxartdım. Aha. Bax geriyə gedəndə neçə dərəcədir? İşte 90 deyil, 80-dir. Amma mənə saat əqrəb istiqamət, bax bu tərəf. 280. Demək 5 buradan böyük. Olur 1, 2, 4, 3, 5. Demək yadda saxlayıram. Verilən bu kimi misallarda əsasən nəyə baxacağam? Hansının bir fiqurun bucağının sayı çoxsan fırlanması daha azdır. Yəni bununla bağlı da testlər göndərəcəm ki, yazasınız. Verilən misalda. Hamısında cavabları var, bu heç. Yəni keçirik digər bir bölmə ilə bağlı. Sizə istəyirəm izah verim. O bölmə nədir? Şifrələmə mövzusudur. Şifrələmə mövzusu bizə heç olmasa qəbulda bir, bir neçə dənə sual formasında düşə bilər və düşür də. Hətta bu son keçirilən dərslərdə hər bir qrupa verdiyim bir sınaq var. Bir neçə il bundan əvvəldir. Olan misalda. Ən böyüyü orada 5 idi bəyərçində. Demək, dostlar, bu hissəyə keçirilirəm sizə.
Bu ekranda gördüğünüz sade tip şifreleme sayılır diye. Bir dəqiqə alt dostlar. Qoydu geri qaydıram zaten. Evet. Bayaq dediyim kimi bunun bir neçə tipi ilə siz tanış edəcəm. Bunun biri ən sadə versiyasıdır. Ən sadə versiyasını tapmanın bir neçə qaydası, bir sütun qaydası var. Bir də gördüyünüz misalda gözünüzə gözəl görsənən, digərlərindən fərqlənən sözlərdən birini götürüb tapa bilərsiniz. Verilən misalda, bax bu gördüyünüz sualda ilk olaraq mənim ağlıma gələn şey. Birincisi, yazılı rəng, ətək, ləkə. Sol sütunu götürəndə aşağıdakı kodlar bunun kodudur. Hamısı. Burada onda soldakı birinci rəqəmə baxanda, burada soldakı birinci rəqəmə baxın. Hı. İndi baxıram bu hissəyə və verilən misalda. Gəldim. Hə. İndi yazır 3, 3, 1, 6, 9. Yaxşı, yazmısan, yazmısan. Əla. Bəs sonra nə qarasın deyə sual yaransa. İndi keçirəm bu hissədə. Görürsüz, solda burada məndə 2 dənə ə var. Mənə lazımdır 2 dənə 3. İndi bu 2 dənə 3-dürsə, bax, ələrin kodu 3-dür. Ətək. Onda birinci sözlə ikinci, üçüncü sözə eyni olan 3438. Onda o birisi 3426-da qalır ətrə. R-nın kodu 6-dır. İşte burada misal dayanır artıq. 6-nı tapdın, əldə elədin, misal bitdi. Alınır rəng. Bəs yaxşı müəllim. 6 ilə bir də məsələn, misal belə olmasaydı başqa nə edə bilərdim? Məsələn, ləkə sözünü götürərdim dostlar. Niyə? İkinci və dördüncü hərfi eyni olan bir dənə budur. Başqa heç birisində yoxdur. İkinci və dördüncü hərf olan deyə bunu tapardım. 9383-dür. Artıq sən K-nın 8 olduğunu bilirsən deyə. Bilirsən ki, sonu 8 ilə qutaran nə var? 3438-də budur. Və misalı bu hissə ilə davam edə bilərsiniz. Hı. Yaxşı. İndi bu hissədə mən əgər bunu yazmışamsa, başqa nə edə bilərəm? Bilsəz? Gəlirəm əziz dostlar, misalın bu hissəsinə və baxıram. Bizdə bunun sadə versiyası idi deyə. Bununla çox belə mübarizə aparmayacağam. Bunun digər versiyaları biraz çətindir. Bu keçən səfər də deyirəm ki, qəbuldan çox düşən budur. Ayla, Lovi. Eyni şeydir, eyni məğzdir. Bayaqki sualını tapırsan, məsələn, burada alınır 1621, burada alınır 3732. Bundan bunu çıxırsan, işte burada hansı hərflər qalsa onu da yazırsın. Yəni qısa qəribə gəlməsin. Da, indi keçirəm növbəti suallara. Bu ekranda gördüyünüz bu sualdan söhbət gedir. Monitor, printer, X, Y, Z. Aha. İndi yaxşı, sən əgər bunu yazmışsansa və yazmaq istəyirsənsə, başqa nədən başlamağı məsləhət görə bilərsən bizlərə deyə sual yaransa. İndi keçirəm bu hissəyə və baxıram misalımda. Deyir monitor neçə hərfli sözdür yazıram. 1, 2, 3, 4, 5, 6 və 7. Bu demək ki, dostum, məsələn, bura yazılır 7. 7 hərfin sırasını göstərir. M isə o hərfin kodunu göstərir. Yəni, R hərfinin kodu M-dir. Aha. Sonra nə var? Yazıya verilən misalda N, 4A. Gördüyünüz sualların içərisində məsələn 6. 6-cı hərf O-dur, kodu U-dur. Görürsünüz, 6-da U-dur, 2-də U-dur. Bu o deməkdir ki, ikinci hərflə 6-cı hərf eynidir. Bəs yaxşı, əgər sən bu sualı yazmısansa və yaxud da ki, yaza bilmisənsə, nəyə diqqət etməlisən və yaxud da ki, sən bunu nətər etməlisən? İndi geliyorum bu hissəyə, dostlar. Misal axıra qədər eləməyə ehtiyac yoxdur. Yəni, oturum bir-bir burada hərfləri tapım. Yox, lazım deyil ona. Gəlirsən bura, yazı və bir M. M hərfi hanı? Deyib, burada da var. Birincidə də, ikincidə də. 7-yə yazı verim. Görsən? Yəni, 7-ci hərf R-dir. Kodu M-dir. Amma məndə o 1-də olmalıdır. Ona görə bu misalda nə yazıb burada? Avtomatik olaraq yazıram. Birinci hərf R-dır. Okey. İkinci hərfə baxıram. Yazıb N. N hanı? Burada da var, burada da var. Beşinci hərf, yəni T. Alır R, T. Tez A gedir, D gedir.
Bir de bu iki suala dostlar görürsünüz. Üçüncü, dördüncü, üçüncü, dördüncü, üçüncü, dördüncü el edip. En ara bakın beşinciye. Beşinciye ne yazıb? M. Bu. M var da məndə bir de M. Onda demək beşinci də R olmalıdır. Birinci hərfin və beşinci hərfin eynidir. Avtomatik B ilə Y gedir, qalır C bəndə. Bu elə bil biraz qəribə bir sualdır. Əslində qəribəliyi yoxdur bunun. Dəyərli dostlar. Verilən misalda. Bəs yaxşı sən bunu niyə yazırsan ki? Bu arada bu şifrələrin mövzusu desən son dərs olacaq. İstəmirəm videonu da çox uzadım, dərsdə çox uzadım. Daha sonra məsələn istəyərdim ki, misal olaraq yazıb burada. Misalın birini sizə sərbəst formada verəsiz yazasınız. Onu bildirə o tərəfdə varmı? Məsələn yazıb dairə, radius. Buyurun. Bu misalla bağlı fikirlərinizi alalım. Yazıb dairə 3D. İndi baxıram burada. Yazıb bax birinci hərf dostlar D-dir. Məsələn, beşinci hərf C-dir. Ə hərf. Yazmışam misalın bu hissəsində. Okey. Artıq gedişatı bilirsiniz. Sizə lazım olan şey sadəcə olaraq verilən misalı buradan tapmaqdır. Yazıb radius. R hərfi. Məndə birinci hərf olduğuna görə mənə lazımdır R hanı deyib radius dördüncüdə. Mənə amma lazımdır bir Y olsun. Bax, bir Y-dir. Avtomatik olaraq variantlarımı axtarıram. Misal olaraq. Bu da yazıb bir Y. Hamısında bir Y-dir. Bir dənə D-dən başqa. A hərfi. İkinci hərfim A olmalıdır. Burada A 2-dədir deyə. Elə 2A. Elə burada da 2A'dır. Hamısını D, A bəndi gedir. Şenye T yazır. Qalan hamısında görürsünüz 2A'dır. Baxın. Üçüncü hərf D'dir. Məndə D hərfi burada birincidir. Və məndə olmalıdır 3'dür. Bax 3'dür. 3'dür, 3'dür. Üçündə də var. İ hərfinə baxıram. İ hərfi burada üçüncü hərfdir. B. Amma məndə dördüncü hərf olmalıdır B. Dördüncü B. Dördüncü B. Dördüncü bu da T'dir, səhvdir. İndi C ilə B qalıb məndə variant olaraq. Burada fərqli olan variant 6F, 6O-dur. İndi görək 6F nədir, 6O nədir? Bax, F dostlar məndə üçüncü hərf, yəni N-nin kodudur. Məndə axı radius sözündə N yoxdur. O isə S-nin kodudur, amma məndə var S. Altıncısı S-dır. Ona görə də tez buradan B bəndini çıxıram, qalır C bəndi. Düzdür, bu sual biraz verilən misalda görürsünüz ki, çətin olur etmək üçün. İndi gəlirsən burada diqqətli bir şəkildə baxanda hərflərin sırası ilə bax. Bu rahat bir test idi. Bu dərsin adı şifrələmə mövzusudur, kodlaşdırma. Əslində ən rahatı var, ən rahat mövzudur. Hı. Bu dərsində dostlar qəbullarda bax bu dövlət qulluğunun qəbulunda da, magistrda da, gömrükdə də, dövlət vergi xidmətində də, nə bilim ağlınıza hara gəlsə orada var bu mövzu. Elə çətin bir mövzu deyil. Hı. Bəli, bəli, göndərmək olar. Orxan bəy, niyə göndərmək olur? İndi yaz və Yasəmən 21, kosmetik 36. Verilən misalda dəyərli dostlar. Bax, bura baxıram, bayaqki sualdır. Burada 7 dənə hərf əslində qeyri-aşkar operatordur. 7-ni nəyə vursam 21? 3 nədir? Saitlərin sayı. Yəni hecanın da sayı, saitlərin sayı. Və yaxud da ki, məsələn, yazır kosmetika. 9 hərflidir, 4 dənə də sait var, 36. Yəni xüsusiyyət 10 hərflidir, vurursan 4-ə bərabərdir 40. Ola bilər sizə biraz qəribə nə görsənə bilər. O da nədir misal olaraq? Baxıram burada. Yazır məsələn, qarğıdalı 41, xilaskar 34. Qarğıdalı sözündə 5 dənə samit var. 4 dənə də sait var. Kvadratları cəmi toplayırsa elə 41. Doğrudan onda bu 41-dirsə, aha, indi mən bunu yazdım. Demək dondurmaç sözü 1, 2, 3, 4, 5, 6. 6 dənə samit var. Üstünə gəlirəm 1, 2, 3, 4 dənə də sait var. Kvadratlar. Eləyir 52. Bəs yaxşı müəllim. Bu sol tərəfdə bir dənə sual var. 47-ci sual.
Deyir tələbənin gözündən işinə qaçmır. Normalda niyə? Yuxarıdakı sualından aşağıdakı sual bir-birinə oxşayır. Sadəcə olaraq burada fərq ondan ibarətdir ki, burada artıq siz latın əlifbası ilə bilməlisən ki, bu misalda məsələn A hərfi 1-dir, əlifbanın birinci hərfidir, B hərfi əlifbanın ikinci hərfidir, C 3-dür, D 4-dür, və Y-dəki 5-dir. İndi məsələ nədir? Yəni artıq bayaqdan bunu qabağına yazır deyə burada məsələn 1Y-dir. Yuxarıda nümunə də var, 1Y. İndi biri bura yazmır. Biri indi bura yazır, amma nə kimi? Hərf kimi. Eyni şeydir. Bəs müəllim, mən indi bunu yazmaq istəsəm, nətər necə nəzir eləyim? Əslində nətər necə nəzir üçün eyni olduğuna görə gəlirik bura. Ən gözəli nədir? Yaz və 1A. A demək birinci söz. S. Kodu T'dir. Yazı məsələ bura 4-dür. Yəni Ç hərfi. Oturub indi bunu bir-bir tapmırıq. Bayaqki kimi. Gəliyorum buraya. Yazıram burada. 1, 2, 3, 4 və 5. Yəni birinci hərf Z. Z hanı deyə burada. Y-də. Y neçədir? 5. Yəni səndə başlamalıdır bunu. Sabit və səbət sözlərinə əlvida. Bir də baxın dostlar. İkinci və beşinci hərfi eynidir. İkisi də U-dur. U hanı? Deyir burada 5-də. Nədir? Ə. Demək məndə ikincidə ə olmalıdır. Beşinci də ədir. 1, 2, 3, 4, 5. Bu da bəstə sözüdür. Aa, bu da onun kimidir. Verilən misallarda. Məsələn, burada belə bir sual var. Uşaqlardan biri veribdir ki, nə bildin A birincidir. Məsələn, A və sair. Məsələ nədən ibarətdir, dostlar? Dediyim kimi, Latin əlifbasında, ümumiyyətlə Azərbaycan əlifbasında da A hərfi birinci olduğuna görə. Yəni, burada hərflərin əlifbada sırasını bilməlisən ki, yazasın. Nə nədən sonra gəlir. Daha sonrasında dəyərli dostlar, keçmək istəyirəm digər hissə ilə bağlı. Bu şifrənin başqa versiyaları var. İcazənizlə. Görək hardadır bu. Bu aprel ayının qəbul suallarıdır. Görək bunun içərisində də şifrə vardı apreldə. Sol tərəfdəki sualdan söhbət gedir, 32-ci sualdan. Həmin o sualdır. Şifrə mövzusudur. Aprel ayında saat məsələsi də vardı. Aha, indi bunun izahını vermişəm bu öz yerinə. İndi keçirəm digər dostlar şifrənin digər hissəsi ilə. Şifrələmənin başqa bir tip olaraq görək burada nə var? Bu nədir? Bu da heca ilə bağlıdır. Yox. Bu hələ dostlar, bu tip sual, söhbət bu tipdən gedir. Bunun bir tık daha çətin versiyası var. İndi ona da toxunacağım. Söhbət nədən gedir? Digər hissə ilə bağlı. Hı. İndi bax, yaz və banda, ratin, sanda, banka. Bunlar dostlar heca ilə bağlı koddur. Hər hecanın özünün bir kodu var. Məsələn, banda. Yaz və 36. Aha. Qabağında yazılanlar onun kodu deyil. Bu bir. Birinci bunu dərk eləyək. İkincisi, verilən misalda yazı vereyim. Ban. Görürsən 2 dənə ban var. Burada 2 dənə nə var? 3. Yəni bu o deməkdir ki, ban hecalarının kodu 3-dür. Başqa heç bir heca yoda yoxdur bu arada. İndi bax verilən sualda əlavə olaraq mən də bunu yazmaq istəsəydim. İndi ban 3-dürsə son 3 ilə qutaran nə var? Daban. Bu dabanın kodu 63-dür. Onda daban 63-dürsə, banda da onun tərsidir 36-dır. Təsadüfən qarşısında yazılır. Təsadüfən. Amma bu o demək deyil qarşısında yazılır. Amma sonu dan, yəni danın artıq 6 olduğunu bilirəm deyə. Mən artıq bildim ki, başqa 6 ilə qutaran nə var? San da. Onda bu sandadsa, san da məndə 46-dır. Demək belə çıxır ki, sanın kodu 4-dür. Son 4 ilə qutaran var 54. İnsan. İndi ratin sözü var ha. Sonu in 5 ilə qutaran nə var? 1 5. Onda belə çıxır ki, rat sözü 1-dir. Rat sözü də 1 olduğuna görə sonu 1 ilə qutaran karat da 21-dir. Karat. Böyle 21. İndi məsələ nədir? Əgər sən bu sualı yazmısansa və verilən misalda bunu edirsinizsə, aha. İndi mən necə başlayayım ki, bu misalı yazım. İndi bu onun daha rahat forması. Dostlar,
İndi verilən misalda bununla bağlı. Söhbət bundan getmir. Hal-hazırda sizə izah edəcəyim digər sual. Bəlkə də bu 26-cı sınaqda var. Baxım görüm 26-da var o. Hansısa bir sınağa əlavə eləmişdim o keçən dərs sınağın içərisində. Yox, burada deyil. Onda keçən şeyə. Ola bilsin ki, digərindədir. Digər hansı sınaqdadır? Keçin dostlar, o sınaqla sizə tanış edim ki, sizlər də onu rahat formatda görə biləsiniz. Və indi bu sualın izahına başlamışdan əvvəl belə deyim ki, bunu vermişdik tələbələrə. Tələbələrin böyük əksəriyyəti bu misalı niyə səhv yazmışdı? Bir dənə bu 4-ə görə. Bu 4-lə də bağlı belə bir şey demiş dostlar. 4 hövün kodudur. Buradakı H-dır. H yoxdur. Ona görə təzə rəqəm olmalıdır. 0. Amma gəlin misalı başdan izah edək ki, sizin üçün bir misal daha da maraqlı olsun. Bəs mən neyniyərəm bu sualda desəz? Dostlar, ilk olaraq gəlirəm. Bax, burada artıq fikir verin, burada ən böyük elə 4 rəqəmlidir. Axı burada 4 dənə hecası olan söz yoxdur. Nətər yəni ki? Yəni höv, sə, lə ən böyüyü hecalıdır. Mə, sə, lə, mə, ta, nət. Onda bu 4 nəyə görə yazılıb? Demək, burada dostlar həm hecanın kodu var, həm də ki hərf. Nə barədə? Bu əvvəli, sonu 2 dənə 5 və yaxud da ki belə deyə bilərsiniz. Baxın, son 2 dənə 5 olsun, ortasında da bir dənə 5 olsun. Nə var o? Deyil lələr. Baxın. Demək, lənin kodu 5-dir. Onda sələmin kodu belə çıxır ki, 1, 5, 7-dir. Bəs yaxşı, onda bir nəyin kodudur? Sənin. Sənin kodu 1-dir, lənin kodu 5-dir. Onda M hərfi təkcə 7-ymiş. Hə, onda səbət sözü nədir? Səbət sözü də o birisi 1-lə başlayan. 123-dür. Sə 1, ət 3, onda B neçədir? 2. Bəs mən bu necə təyin elədim? Yaxı mən tutalım, bunu görüm, rəqəmə kod verib, hecəyə kod verib. İndi məsələ burada nədən irəli gəlir, dəyərli dostlar? Verilən tapşırıqlardakı, dedim ki, birinci nəyə baxdım? Hecaların sayından rəqəmlərin sayı üstə düşmür də. Ən böyüyü hansıdır? Burada ən böyüyü hansıdır? Üstə düşmür. Ona görə bildim ki, bu artıq həm hecavi, həm də nədir? Söz. Həm də burada nəyə baxa bilərdiniz? Görürsünüz, variantlarda 3 dənə heca var, amma düzgün variantda 5 dənə rəqəm verir. Demək, bu beləymiş. Bəs yaxşı. Başqa nəyə baxım deyə sual yaransa. İndi misalın bu hissində gəlirsiniz bura. Yazı mətanət. M-lar 7-dir. Hamı bilir artıq. Onda M-lar 7-dirsə, mən bayaq tapmışdım ha. Məsələn, onda Ə-nin özü 8-dir. Hə, onda belə çıxır ki, məsələn, mə, sə, lə. Belə çıxır ki, onda 1 ilə 5 buna aiddir. 7815. Onda 7893 də buna aiddir. Onda belə çıxır ki, M, Ə, tan və ət var. Onda batanda da tan. Sonu nə ilə qurtarmalıdır? Mən də baxıram. 7890. Onda son 9 ilə qurtaran 269 budur. Onda belə çıxır ki, B-nin özü tək, A-nın özü tək koddur. Yaxşı, indi sən bunu yazmısansa, yazı və hövsələ sözü. Okey. İndi həmin hövsələdə höv sözündə bu 7815 buna aiddir. Buna bir dənə qalıb 415, sə 1, lə 5. Onda hövə də qalıb 4. İndi siz tapmışsınız da sənin 1 olduğu, B-nin 2 olduğu, A-nın 6 olduğu, ətində 3 olduğu. Niyə burada B və A gedir? Niyə D bəndə olmaz? Çünki 4 bizdə nəyin kodudur? Hövün. Amma məndə nə var təkcə? H hərfi. Ona görə mənə nə lazım? Təzə bir rəqəm. Çünki yuxarıda H hərfi yoxdur. Ona görə olur 12603. Bax, məsələ budur. Bu sual biraz çətin bir sualdır. Qeyd edeyim. İlk dəfə izah eləyəndə də qəbullarda biz bunu demək olar ki, başa salmaqda biraz çətinlik çəkirik. İndi növbəti izahların içərisində mən bəşdə izah eləmişəm. Bax, bu soldakı ovçu məsələsi. Buna diqqət eləmək lazım. Bunu da yəqin sizinlə bərabər edəcək bir iki dəfə.
Daha sonrasında digər hissələr də bu öz yerindədir. İndi bizim bugünkü dərsimiz bu həmin gördüyünüz misal tipləri idi sizinlə bərabər. Növbət dərslərin birində sizə izah edəcəyimiz suallardan biri 21-dir. Sonra bu gördüyünüz 23-cü sual son qəbullarda da vardı. Fiqurun birləşən hissələri, olmayan hissəsi. Maraqlıdır, bir-bir baxa bilərsiniz. Bir-biri. Burada videonu belə keçirdirəm. Hı. Nəsə dəyərli dostum, bu ikinci sual da son qəbulda da. Bu mart ayındakı qəbulda vardı. Bunların hamısı, göstərdiyim sualların hamısı bizim nəşr olunan kitabımızdandır, sual tipi olaraq. Hə. Kimdə varsa işləyə bilər. Demək olar ki, yəni qəbul səviyyəli sınaqları işləmək istəyirsə, hamısı o kitabda var. Bugünlük bu qədər idi. İnşallah növbəti videoda yenə görüşərik. Hamınızı uğur arzulayıram. Allah amanında qalın.